Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 92, 91, 170 marşrutlarından demək, hörmətli izləyicilər, maşın yolu ilə hardasa 400 metr, piyada yolu 200 metr məsafədə 2 sotun içində şəxsi inşa olunmuş, ev sahibi özünə şəxsi inşa etdirmiş bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram, ev onun 11-ə inşa olunmuş bir evdir. Geniş otaqlı bir evdir. Yəni, ev hal-hazırda yaşayışlı bir evdir, təmirli evdir. Gördüyünüz kimi bu evin xarici görünüşdür. Həyəti rahat, 3 maşınlıq həyəti var. Yenə qeyd edirəm, 2 sotun içində inşa olunub. Gördüyünüz kimi həyətyanı sayəsində tamet daşları düzülüb, həyətinə drapları qoyulub, qaz, su, işıq qaydasındadır. Bələdiyyə sənədidir, arxivli sənəddir. Bunu da nəzərinizə çatdırırım. Yəni, asan xidmətdən rahat arxiv sənədini ala bilərsiniz. Həyəti ilə tanış olduq. Giriş dərvazasıdır. Draplarca da hamısı qaydasında. Keçən indi evin içindən tanış olaq, hörmətli izləyicilər. Həyəti buradan bir dənə ətraflı belə çəkirəm. Genişliyinə bir dənə diqqət yetirin, hörmətli izləyicilər. Qalxırıq buradan yuxarı. Qalxan kimi dəhlizi hardasa 1.60-1.70 eni olar, gördüyünüz kimi. Tavanları rahat 3 metrdir. Gördüyünüz kimi sadə təmirli ağ qapılardan istifadə olunub. Ev sahibi özünə təmin etdirilmiş bir evdir. Bomba sistemləri var, gördüyünüz kimi. Girən kimi sağ tərəfdə mətbəx. Mətbəx də geniş, ürək açan, gördüyünüz kimi hal-hazırda stolları, mətbəxi yığılıb, yəni sağlam vəziyyətdədir. Təmirdə gördüyünüz kimi, yəni sağlam vəziyyətdədir. Keçirik burada, ev yenə qeyd edirəm, 4 otaqlıdır. Girən kimi sol tərəfdə bura qonaq otağıdır. Şimdi bura nə qədərdir kvadratı? 4-ün 6-ya, hələ? Hə? Allah saxlasın. Gördüyünüz kimi, hörmətli izləyicilər, yəni ev, yəni təmiri qaydasında. Bunu nəzərinizə çatdırım ki, evin təmirdə qaydasındadır, ağ qapılarda istifadə olunub. Ev sahibi özünə şəxsən tikimi bir ev olub. Fundamentdir, kəmərdir, hamısı qaydasındadır. Bura uşaq otağıdır, gördüyünüz kimi. Haradasa 9-10 kvadrat olar. Təxmin ölçü deyirəm, az fərq eləyər. Solda, burada 15-16 kvadrat geniş bir yataq otaqdır. Gördüyünüz kimi tak qoyulub, şifaner qoyulub, yəni yanı yörəsi hamısı açıqdır. Yəni, buradan ətraflı çəkirəm, hörmətli izləyicilər. Qiymətə də sonda sizin nəzərinizə çatdırıram ki, sona qədər izləyin ki, ev haqqında sizə bütün məlumatlarımı verim. Keçirik burada axırıncı 4-cü otağa. Burada hardasa 14 kvadratlıq olar. Təxmini ölçü deyirəm, yenə qeyd edirəm, hörmətli izləyicilər. Evin də təmiri, yəni qaydasında. Yaşayışlı evdir hal-hazırda. Sonda da dəhlizin sonunda bura sanuzel hissəsidir. Gördüyünüz kimi aksesuarlar zad qoyulub, hamısı evin içindədir, modiyatırı zadı, hamısı qaydasındadır. Hörmətli izləyicilər, kimlərsə evini satmaq sizə 055 389 38 08 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətə evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Zəng vuran zaman yenə qeyd edirəm, yoldan maşın yolu ilə 400 metr məsafədə olar. Piyada yolu haradasa təxmini 200 metrdir. Yola, yəni piyada yolu yaxındır. Qiymət də 112.000 start qiymətdir. Real alıcı olsa endirim olmağına birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü hörmətli izləyicilər ev sahibi deyəcək. Bir dənə də əli ilə bura. Şivala. Əli ilə bir dənə bura. Din Allah xeyir versin. Kəbra. Din Allah xeyir versin. Ay maşallah. Sona qədər izlədiyi üçün də təşəkkür edirik.